birinizi salamlayıram əziz abituriyentlər. Yeni iliniz mübarək olsun. Və bunu da bildirmək istəyirəm ki, hazırlıq dərslərimizdə yeni ilə özəl endirimlərimiz var. Əgər maraqlanırsınızsa səhifəmizə keçid edib direktdən yazıb dərslərimizlə bağlı ətraflı məlumat ala bilərsiniz. Bu gün sizə Zəfər Buraxılış sınaq imtahanından 2 sualı izah etmək istəyirəm. Əgər ki maraqlı olsa, rəy bölməsində bildirərsiniz. Digər sualların izahını da verərəm. Əvvəlcə baxaq birinci sualımıza. Deyir ki, hesablayın. 3 kök altında 20 vurulsun kök altında 5. Biz bilirik ki, bunu eyni kökün altında yaza bilərik. Yazırıq. 3 vurulsun kök altında 20 və vurulsun 5. Yəni biz bunları eyni kökün altına saldıq. Yəni bu asan üsuldur. Yəni 3 kök altında 20-ni kökdən çıxardıb da vura bilərdik. Amma bu lap asan üsuludur. Deməli kökümüzün altında ikisini də bir kökün altına yazdıq. Yazırıq 3 vurulsun kök altında. 20-ni 5'ə vurduqda 100 eləyir. Biz də bilirik ki kök altında 100-dən 10 çıxır. Yazırıq 3 vurulsun 10 bərabərdir 30. Cavabımız 30, yəni C variantı. Keçdik ikinci sualımızın izahına baxaq. Deyir ki 8'də 3 A, B'nin kvadratı C bir hədlisinin əmsalı ilə qüvvətinin hasilini tapın. Biz bilirik ki əmsal hərfi dəyişənin qarşısında olan vuruqdur. Ədədi vuruqdur. Deməli bizim əmsalımız burada 8'də 3'dür. Qüvvəti də biz bilirik ki bir hədli olduğu üçün hərfi dəyişənlərin üstündəki rəqəmləri toplayırıq. Deməli toplayırıq qüvvətlərimizi. Burada 1 var bildiyimiz kimi. Burada da 1 var. Yazırıq 1 plus 2 plus 1. Cavabımız eləyir 4. Bizdə də deyir ki, əmsalı ilə qüvvətinin hasilini tapın. Yəni biz 8'də 3 əmsalımız idi. Vururuq. 4'də qüvvətimiz oldu 4'ə. 8 ilə 4 ixtisar gedir. Burada 2 qalır. Qalır 3'də 2. 3'də 2 də bilirik ki 1,5 deməkdir. Yəni cavabımız D variantı. Belə videoların, belə izahların davamlı gəlməsini istəyirsinizsə, səhifəmizə takib atın, videomuzu bəyənin və kommentlərdə öz fikrinizi bildirin zəhmət olmasa.